Salam dostlar, bu günləri Aziduya verdiyim müsahibəni burada oxuyacağam. Yəni bir daha səsləndirəcəm. Duyğularla, hisslərlə sizlərə çatdırmağa çalışacağam. Deməli, Məlikə Abbaszadənin çıxışı oldu bu yaxınlarda. O hər il olduğu kimi yenə bildirdi ki, şagirdlərdə digər fənlər, yəni ingilis dili və Azərbaycan dilinə nəzərən riyaziyyatın nəticələri daha aşağıdır. Bu əlbəttə ki, hər il olur bu vəziyyət. Bəs maraqlıdır. Şagirdlər niyə riyaziyyatı mənimsəməkdə çətinlik çəkirlər? Riyaziyyat həqiqətən bu qədər çətindir. Nə üçün nəticələr ildən ilə yaxşılaşmaq əvəzinə zəifləyir? Mövzu ilə bağlı Aziduda açıqlama verdim. Xüsusilə də demək ki, bunun əsas səbəblərindən biri, dostlar, birinci ətraflı suallara toxunmuşam. Çünki hamımızın yaralı yeri ətraflı suallardır. Burada bütün şagirdlər ciddi çətinlik çəkirlər. Məlumdur ki, qapalı test sualları ilə müqayisədə ətraflı suallar 2 dəfə daha çox bal verir. Lakin bu tip suallar yalnız düzgün cavabı tapmaq deyil, eyni zamanda düşüncə prosesini yazılı şəkildə ardıcıl və məntiqli formada ifadə etməyi tələb edir. Yəni, şagird bir tərəfdən məsələni analiz etməli, digər tərəfdən isə onu düzgün və səliqəli şəkildə kağıza köçürməlidir. Bu isə xüsusilə imtahan zamanı yaranan stres və həyəcan fonunda olduqca çətin bir prosesə çevrilir. Bir çox hallarda şagird mövzunu anlayır, lakin fikrini yazılı şəkildə ifadə etməkdə çətinlik çəkir və nəticədə layiq olduğu balı toplaya bilmir. Bu isə real biliyin tam ölçülməməsinə gətirib çıxarır. Belə ki, bəzi hallarda baş verir ki, uşaqlar, məsələn, ən sadə bir şey deyim, keçən 9-cu sinif şagirdlərimdə baş vermişdi. Bu videoya baxan şagirdlər və müəllimlər əlbəttə ki, 100% ki, Pifaqor ədədlərindən anlayışı var. Pifaqor ədədləri deyə bir anlayış var. Pifaqor teoremini tətbiq etmədən konkret 3-4 gördüksə, hipotenuzu 5 götürür və ya bunun kimi bir çox Pifaqor ədədləri var. Bunu ətraflıya düşmüş sualda uşaq yazıb ki, Pifaqor ədədlərinə əsasən belədir də. Bu kitabda da verilmiş bir şeydir. 8-ci sinif kitabında bir mövzu Pifaqor ədədlərinə aiddir. Amma o suala 3-də 1 bal vermişlər. Tam bal verməmişdilər ki, verilən nəyə əsasən düzgün yazılmayıb. Yəni, gərək uşaq orada A-nın kvadratı üstə gəl B-nin kvadratı bərabər C-nin kvadratı yazsın. Yəni, Pifaqor teoremini tətbiq etsin. Orada bir çox biliklər yoxlanılır. Okey, yoxlanılır. Sən onu başqa suallarda yoxla da. Axı, sənin kitabında Pifaqor ədədləri deyə bir anlayış var. Neysə, ona toxunmuşam. Bir növ o yadıma düşdü. Ona görə bu hissəni xüsusilə qeyd etdim. Daha sonra mühüm məqamlardan biri də illər keçdikcə sualların çətinlik səviyyəsinin artırılmasıdır. Buraxılış imtahanı olduğunu unutmaqdır. Buraxılış imtahanlarının ilkin məqsədi şagirdin baza biliklərini yoxlamaq və ona attestat almaq imkanı yaratmaq idi. Bu imtahanlar daha çox ümumi savad səviyyəsini ölçməli idi. Lakin hal-hazırda sualların səviyyəsi xeyli yüksəlib və bəzi hallarda 10-cu 11-ci sinif biliklərini, hətta daha dərin analiz qabiliyyətlərini tələb edir. Biz bilirik ki, 10-cu 11-ci sinifdə trigonometriyadan başlayaraqdan, hətta funksiyanın da bir hissəsi riyazi analizə gedib çıxır. Riyazi analizdə başlanğıc 10-cu 11-ci sinifdə qoyulur, daha sonra isə universitetdə ardıcıl fən olaraq 5 semestr davam edir. Təsəvvür edin, 5 semestr nə deməkdir? 2 il yarım biz riyazi analiz. Həmin bu riyazi analizin o qısaldılmış formasını bu 3-cü qrup şagirdi və ya usta olmaq istəyən bir uşaq və ya şofer olmaq istəyən bir uşaq və ya hər hansısa bir peşə məktəbinə getmək istəyən bir uşaq, riyaziyyatı zəif olduğuna görə 3-cü qrupa vermək istəyən bir uşaq bunu necə dərk eləsin? Və zaten bunu dərk eləməsi üçün əgər siz uşağın savadını yoxlayırsınızsa, onsuz da blok imtahanı var da. Birinci, ikinci qrup blokdur. Riyaziyyata aid bütün ixtisaslar, riyaziyyatı dərindən yoxlamaq üçün olan bütün ixtisaslar onsuz da birinci, ikinci qrupda toplanmayıb. Yazacaq da uşaq orada. Buna da toxunmuşam. Halbuki buraxılış imtahanı ilə blok imtahanının məqsədləri fərqlidir. Buraxılış imtahanı minimum baza bilikləri yoxlanmalıdır. Daha dərin və ixtisaslaşmış biliklər isə blok imtahanında qiymətləndirilməlidir. Məsələn, bütün şagirdlər üçün yüksək səviyyəli analiz bacarıqlarının tələb olunması praktik baxımdan hər zaman məqsədə uyğun deyil. Çünki hər şagird akademik istiqamət seçmir və onların gələcək peşə seçimləri fərqli olur. Bu baxımdan buraxılış imtahanlarının çətinlik səviyyəsinin yenidən nəzərdən keçirilməsi vacibdir. Şagirdin əsas bilikləri sadə və aydın formada yoxlanılmalı, daha mürəkkəb bacarıqlar isə ixtisas imtahanlarına saxlanılmalıdır. Nəticə olaraq demək olar ki, problem təkcə şagirdin riyaziyyatı mənimsəməsində deyil, həm də qiymətləndirmə mexanizminin balansında gizlənir. Məqsəd şagirdi çətinliklə üz-üzə qoymaq deyil, onların real bilik və bacarıqların düzgün şəkildə üzə çıxarmaq olmalıdır. Keçən də müsahibəmdə, mənim verdiyim müsahibədə orada qeyd etmişdim ətraflı sualların niyə beləncə qoyulduğunu. Amma digər tərəfdən
qapalılar daha rahat olub, açıqlar, ətraflılarda problem olub. Məndə o hissəni kəsmişdilər müsahibədən, paylaşmışlar, xüsusilə Vüsət Əzizov paylaşmışdı. İndi xahiş edirəm, hörmətli Vüsət Əzizov, bu müsahibəmdə paylaşın.